Bizə belə bir ifadə verib və bu ifadənin qiymətini tapmağı soruşur. İfadəmiz budur. Bu ifadəni tapmaq üçün mən burada verilənləri qüvvət şəklində yaza bilərəm. Necə yaza bilərəm? Yəni 8-i 2-nin kubu formasında yazsam, bu üstündəki 3-ü də əlavə edirəm bura. Vurulsun. 27-ni 3-ün kubu kimi yazsam, üstünə bu 2-ni əlavə etsəm, yazıram bura. Bölünsün, yəni kəsr xətti. 9-u 3-ün kvadratı kimi yazsam, üstünə 3 əlavə etsəm və sonra da 16-nı 2 üstündə 4 kimi yazsam, üstünə 2 əlavə etsəm alaram belə. İndi bu ifadəni tapmalıyam. Bu ifadəni tapmaq üçün qüvvətləri vururam bir-birinə. Yəni 2 üstündə 9 vurulsun 3 üstündə 6 bölünsün 3 üstündə 6 vurulsun 2 üstündə 8 yazaram. 3 üstündə 6'lar getsə buradan 2 üstündə 8'den 2 üstündə 9 gedir. Qalır 2 üstündə 1. 2 üstündə 1 də zaten 2 deməkdir. Cavab da olur 2. Yəni C variantı.